Salam, hər vaxtınız xeyir. Bildiyiniz kimi 2 mart 2025-ci il tarixində 6-cı sinif riyaziyyat fənni üzrə Respublika fənn müsabiqələri yarışı keçirilib. İndi mən, bu video izahda sizlərə riyaziyyatdan düşən sualların izahlarını aydın bir şəkildə sizlərə təqdim edəcəm. Siz də kanala abunə olmağı və videonu bəyənməyi, gözəl şərhlər yazmağı unutmazsınız inşallah. Keçək indi suallarımızın izahına. Deməli, birinci suala baxırıq. Sual 1. Başladıq. A plus B plus C bərabər sual işarəsi. Bunu tapmalıyıq. 540 bərabərdir 2 üstü A vurulsun 3 üstü B vurulsun 5 üstü C. Buradan göründüyü kimi 540 sadə vurğulara ayrılıb. A, B, C isə həmin əsasda duran ədədlərin saylarını ifadə edir. Yəni əsasda duran sadə vurğuların saylarını ifadə edir. Yəni 2-dən A sayıdadır, 3-dən B sayıdadır, 5-dən C sayıdadır. Və biz 540-ı sadə vurğulara ayırmalıyıq. 540-ı 2-yə bölsək düşür 270. 270-i burada istəsəz sıranı poza bilərsiniz. 3-ə bölmək istəyirsə 3-ə bölün. Fərq eləməz. Şərt deyil imenini 2-yə bölərsiniz. 3-ə də bölə bilərsiniz. Mən 2-yə bölərəm, amma 3-ə də bölə bilərsiniz. Problem yoxdur. 135 edir. Sonra bu 5-ə bölünəcək, sonu 5 nöqtələri olsun. 3-ə də bölünür. 3-ə bölə bilərsiniz. Sıranı pozmaq istəyirsinizsə. 4 dəfə 3, 45. Yenə 3-ə bölünür. 15. Yenə 3-ə bölünür. 5. 5 də 5-ə bölünür. 1. Belə. Demək 2-dən neçə dənə oldu? 2 dənə. Demək bu belə olmalı. 2 üstü 2 vurulsun. 3-dən neçə dənədir? 3 sayıdır. 3-dən 3 dənə 3 vurulsun 5 üstü C. 5 üstü 5-dən isə 1 dənədir. Deməli, burada A bura bərabər olacaq 2-yə. Demək A bərabər olacaq 2-yə. B bərabər olacaq 3-ə. C də bərabər olacaq 1-ə. Və salam. Deməli, A plus B plus C cəmli bərabər olacaq 2 üstə gələ 3 üstə gələ 1. Edəcək 6. Cavabımız 6 olacaq. Bəli, şagirdimiz doğru yazıb. Birinci sualın cavabı D variantı. Keçək indi ikinci sualımızın izahına. Sual 2. İkinci sual deyir ki, ərzağın 300 qramına A qəpik, yarım kiloqramdan isə 2 açıqlısın 200 qəpik 2 açıqlısın 200 qəpik olduğuna görə A neçə qəpikdir? Aha. Ərzağın demək 300 qram ərzağın qiyməti nə qədərdir? A qəpikdir. Qısa yazdım. Sonra yarım kiloqram deyir. Yarım kiloqram inşallah 1 kiloqramımız biz bilirik ki 1 kiloqramımız 1000 qrama bərabərdir. Yarım kiloqramımızsa olacaq 1000 qram yarısı. Yəni nə qədər olacaq? 500 qram. Yəni 500 qramımız olacaq nə qədər? Qiyməti 2 açıqlısın 200 qəpikdir deyir. A-nı tapmaq lazımdır. Bu düz asılılıqdır. Niyə? Burada yağın, ərzağın da, ya ərzaq ola bilər, nə bilim, qənd ola bilər. Çəkisi artdıqca burada nə edir? Artır. Yağın qiyməti, qramı, ərzağın qramı, hər hansı bir ərzağın qramı artdıqca ona verilən pul da nə etməlidir? Artmalıdır. Bu da artacaq. Onda bu düz asılı kəmiyyətdir. Düz asılılıq kəmiyyətlərə aidsə, onda çarpaz vuraraq həll edirdik. Belə. 300 vurulsun, 2 açıqlısın 200 bərabərdir 500 vurulsun A. 300 2-yə vuranda edəcək 600 A çıxılsın 3 2-yə vuran 6 yanında 4 0 60.000 bərabərdir 500 A-ya. 500 A bu tərəfə keçirik. Yəni 600 A sola keçirik. Çıxaq 500 A bərabər mənfi 60.000 sağa keçənlər olur müsbət 60.000. Bu da qalacaq 600 A-dan 500 A çıxana qalacaq 100 A bərabərdir 60.000. Bu 2 dənə sıfırın, bu 2 dənə sıfırın etkisi aparsa A olacaq 600. 600 qəpik yəni. Bəli, cavab cəbəndə şagirdimiz bu sualda doğru cavablandırıb. Əhsən, maşallah. İzahı da çox gözəl burada aydın şəkildə görsənir. Davam edirik, keçək 3-cü sualımıza. Sual 3. Deyir ki, uşaqlar, 3-cü sualda
Bir su qabının 4/3-ü su ilə doludur. Suyun 3/2 hissəsi boşaldılarsa, qabda 12 litr su qalar. Buna görə qab neçə litr su tutur? Biz bu qabı belə formal olaraq çəkə bilərik. Tutaq qabımız bu formadadır. Belə. Belə bir qabımız var. Burada müəyyən qədər su var bunun içərisində. Qabın 4/3-ü su ilə dolu. 4 hissədən 3 hissəsi su ilə dolu. Tutaq bura qədər hissəsi sudur. Belə. Qabımızın tutumu biz bilmirik. Qabın tutumu olsun nə qədər? X litr. X litr qabın su ilə dolu hissəsi nə qədər olacaq onda? 4/3-ü su ilə doludursa, deməli 4/3 x hissəsi su olacaq, o deməkdir. Suyun 3/2 hissəsi boşaldılır. Yəni 4/3 x-in 3/2 hissəsi boşaldılır. Deməli, birinci 4 boşaldılan hissəni tapaq. Boşalan hissə yazıram, qısa yazıram. Boşalan hissə. Boşalan hissəni tapmaq üçün dolu hissənin 4/3 x-in, yəni 3/2-sini tapmaq lazımdır. Burada üstə ixtisa gedir. 1, 4 dənə 2 ixtisa gedir. 4 dənə 2 ixtisa aparmıyor, çünki çıxacaq sonra. Qalsın 4/2 x. İndi boşalan hissə, bu hissə belə boşaldıldı. Yuxarı hissə buradan, yuxarı hissə bura boşalır. İndi qalan hissəni tapmaq üçün dolu hissə olan 4/3 x-dən çıxırıq o boşalan hissənin 4/2 x-i. Qalacaq 4/1 x. Yuxarı hissə boşalıb, buradan böyle qədər su qalıb qabda. Məsəl üçün 4/1 x və buradan su qalıb. Yuxarı iştiqlədiyim yer getdi artıq, töküldü getdi. Deyib belə boşaldılarsa qabda 12 litr su qalar. Deməli bu qalan hissə bura 12 litr bərabər olacaq nəyə? 12-yə. Qalan suyun qiymətini verir ki 12 litrdir. Buna görə qab neçə litr su tutur? Yəni x-i istəyir bizdən. X-i tapmamızı istəyir. Deməli 4/1 x 12-yə bərabərdirsə, məhsul tapan hasil məlumatı bölürük. 12 bölünsün 4/1. O da tərsinə çevrilib vurulacaq. 12 vurulsun 4, o da olacaq 48. Yəni x bərabər oldu 48 litrə. Deməli bizim qabımız 48 litr su tutur. Bəli, şagirdimiz bu sualda doğru cavab verib. Əhsən, maşallah. Çox gözəl. Hələ qəşəng gedirik. İnşallah digər suallarda belə yaxşı olar. Keçək 4-cü suala. Sual 4. Deməli burada nə yazılıb? Biraz böyüdək buranı. Oxuya şərtin. Aşağıdakı fiqurda iki qonşu xanada yazılan ədədlərin cəmi üstlərindəki xanada yazılmışdır. Yazılıb, bir də oxuyaq. Aşağıdakı fiqurda iki qonşu xanada yazılan ədədlərin cəmi üstlərindəki xanada yazılmışdır. Aha, iki qonşu xanada yazılan ədədlərin cəmi üstdəki xanada yazılmışdır. Gözəl. Ən üst xanada hansı ədəd yazılacaq? Burada şagirdimiz bəzi yerlərdə yazılış edibdir. Gəlin onları ağarda bilərikmi görək. Ağ qələmə keçsək. Buranı ağardaq, bura yox idi. Buranı belə ağardaq. Bunu sonradan yazıq. Buranı sonradan yazıq. Belə ağartdıq uşaqlar. İndi qırmızı marka keçək. Demək, iki qonşu xananın cəmi. Buraya yazaq, məsəl üçün x. Məsəl üçün. X-dən 4-ün cəmi uşaqlar. X-dən 4-ün cəmi üstdəki xanaya bərabərdir. Şərtli deyir. -20-yə bərabər olacaq, -20-yə. X-ə bərabər olacaq, -20 çıxılsın 4. Yəni x-ə bərabər olacaq -24-ə. Yəni x-i tapdı, bu da -24. Buranı silsək, bura oldu artıq neçə? -24. Qısa yazaq. X bərabər oldu bura. -24. Belə. Sonra bura y yazsaq. Y ilə də -5 qonşu olan xanlar. Bunların cəmi də üstdəki xanaya bərabər olacaq. Y üstə ilə -5 bərabərdir. -15-ə. Y bərabərdir. -15 plus 5 olacaq. Y bərabər olacaq. Neçəyə? 10-a. Bura oldu -10. Belə pilli qalxacaq. Sonra bu 4 ilə y-in cəmi, yəni 4 ilə -10-un cəmi buradakı xanaya bərabər olacaq. Bura bərabər olacaq. Yəni dairə qoydum hissəni tapmaq üçün 4 ilə -10-u toplamalıyam. Bu olacaq -6. Bura olacaq deməli -6. Sonra -20 ilə -6-ın cəmi bura bərabər olacaq. -20 üstə gələ -6. İkisi də mənfi deyə toplayıb qarşısına mənfi qoyuruq. Edir -26.
Sonra mənfi 6 ilə mənfi 15-in cəmi buradakı xanaya bərabər olacaq. Bura bərabər olacaq. Mənfi 6 üstə gələk, mənfi 15. Bu da olacaq mənfi 21. Sonra mənfi 21 ilə mənfi 26 ilə mənfi 21-in cəmi də lap üstəki xanaya bərabər olacaq. O da olacaq mənfi 47. Mənfi 47. Ən üstəki xananı istəyirdi, o da mənfi 47. Bəli, şagirdimiz bu sualı da çox doğru cavab yazıb. Əhsən. Əhsən, həqiqətən. Maşallah. Keçək növbəti sualımıza. 5-ci sual. Üçbucağın tərəfləri 2-də 1, 3-də 1, 4-də 1 nisbətindədir. Üçbucağın perimetrinin perimetr 52 cm olarsa böyük tərəfi neçə santimetrdir? Gəlin özümüzə bir dənə üçbucaq çəkək. Formal bir üçbucaq. İxtiyar bir dənə üçbucaq çəkdik belə. Adlandıraq. A, B, C. Nisbət görəndə deyirik ki, mütənasib əmsalı x olsun. Onda AB tərəfi olacaq 2-də 1 2x, bura olacaq 3-də 1 2x, burada olacaq 4-də 1 2x. Perimetr deyəndə perimetr 3 tərəfin cəmidir. Yəni 2-də 1 2x, üstə gələr 3-də 1 2x, üstə gələr 4-də 1 2x. Bərabərdir 52-yə. Orta məxrəc, yəni əkob olacaq bunların. Əkobu 2, 3, 4. Neçə olacaq? 12. Hamısını 12 vurub məxrəcdən azad eləsək, 12 vurulsun 2-də 1 2x, üstə gələr 12 vurulsun. Yoldaşımız da belə görürsünüz, elə yazıb, o şəkildə yazıb. Çünki o şagirdi mən öyrətmişəm. O bilir necə yazmaq lazımdır. 2-dən 12 çıxsa gedir, qalır 6, 6x, 12-dən 3 çıxsa gedir, 1, 4, 4x, 12-dən 4 çıxsa gedir, 1, 3, edir 3x, bərabərdir 52 vurulsun 12-yə. Bu edir 13x, bərabər 52 vurulsun 12, 13-dən 52 çıxsa gedir uşaqlar burada, 1, 4 qalır, x-ə bərabər 4-ə 12 vuranda edəcək 48. X-i deyəsən 48 düz tapırıq, 4 yazıb 8-ə bilinmir. Sonra deyir ki, böyük tərəf tap. Böyük tərəf tapacaq. Burada 2-də 1 x, 2-də 1 vurulsun. X-in yerinə yazıram 48. Bu da olacaq, x-ə gedəcək olacaq 24. Yəni buranın uzunluğu olacaq 24. Sonra 3-də 1 vurulsun. X-in yerinə yazıram 48. X-ə gedəcək olacaq 16. Yəni bura olacaq 16. Sonra 4-də 1 vurulsun. X-in yerinə yazıram 48. O da x-ə gedəcək olacaq 12. Burada olacaq 12. Ən böyük tərəf istəyir, o da olacaq 24. Cavab nə yazıb? 24. Əhsən, maşallah. Həqiqi maşallah. Çox gözəl. Belə keçdik. İndi 6-cı suala. Bu tərəf görsənmirdi uşaqlar. İndi gördünüz. Belə yazmışdı sualı yəni. 6-cı suala baxaq. Yəni hər şey ortalıqdadır. A çıxılsın B bölünsün. B bərabərdir 2-də 3. 1 çıxılsın B bölünsün A bərabərdir C olduğuna görə C-ni tapın. Burada parçalaya bilərik, orta məxrəcə görə ayıra bilərik. Yəni A bölünsün B, çıx, B bölünsün B. Bərabər nəyə? 2-də 3-ə. B ilə ixtisa gedər. A bölünsün B, çıx 1. Bərabər olar 2-də 3-ə. Buna məhsul azalan kimi baxsaq, məhsul azalan tapmaq üçün fərqi üzərinə məlumatçıqdan gəlirik. 2-də 3 üstə gələk 1. Bu 2-də 3 üstə gələk 1-in yerinə biz 2-də 2 yazsaq, bu da olacaq 2-də 5. Yəni A bölünsün B bərabər oldu 2-də 5-ə. Burada isə B bölünsün A yazılıb. Görürsünüzmü? Bax burada. Ona görə bunun yerini dəyişsək, tərsini yazsaq, yəni B bölünsün A bərabər olacaq. Bu da tərsini çevirəcək. Yəni 5 düşəcək aşağı, 2 qalxacaq yuxarı. Olacaq 5-də 2. C-ni soruşur. Tərsini yazsaq C bərabərdir. Yəni C bərabərdir. 1 çıxılsın. A-da B-nin yerini yazırıq 5-də 2. 1-in yerini yazırıq 5-də 5, çıx 5-də 2. Bu da olacaq 5-də 3. Yəni C-nin qiyməti bir sözlə olacaq neçə uşaqlar? 5-də 3-ə. Bravo, Qönçə, əhsən sənə. Maşallah. Bax, belə. Keçdik növbət suala. Sual 7. Sual 7 maraqlı sualdır. Çubuq bölməni bağlıdır. Qələmimizin rəngini dəyişək. Deyək, aşağıdakı bölmə əməlində fiqurlar müəyyən ədədlər əvəz edilir. Deməli, biz kvadrat üstə üçbucağın cəmi 420 veribdir belə. Deyək ki, kvadrat tapın. Bu qalıqlı bölmədir. Yox, qalıqsız bölmədir. Qalıq 0.tarif. Deməli, kvadratı bölüblər uşaqlar üçbucağa. 13 alfa, qalıqda 0. Yəni, bu qalıqsız bölmədir. O deməkdir. Biz bilirik ki, burada məhsul bölünəni tapma qaydası verilir. Məhsul bölünəni tapmaq üçün
qisməti bölənə vurmaq lazımdır. Bu şəkildə. Sonra bir də bu təmin veriblər belə. Kvadrat üstə gələk. Üçbucaq bərabərdir 420-yə. Sizə belə çətin gəlirsə, gəlin kvadratı x qəbul edək. X qəbul edək. Üçbucağı da y qəbul edək. Onda belə bir şey görə bilərik. Onda kvadratın yerinə yazım x-dədir. Onda x bərabər olacaq. 13 vurulsun, üçbucağın yerinə yazım y. Yəni x 13 y bərabərdir. Burada da kvadratın yerinə x yazsam, x üstə gəlir üçbucaq. X gəlir üstə gəlir üçbucaq yox, uşaqlar. Üçbucağı nə yazdım? Y-da. Y bərabərdir 420-yə. Bu x-in qiymətini gətirib burada x-in yerinə qoysam, yəni 13 y üstə gəlir y bərabərdir 420-yə. 14 y bərabərdir 420. Y də bərabər 420-ni 14-ə bölsəm düşəcək 30. Y 30 tapandan sonra bizə lazımdır kvadrat tapmaq. Kvadratı x-dir. Gətir burada yerinə qoyub tapa bilərəm. X bərabərdir 13 vurulsun. Y-in yerinə yazıram 30. X-ə bərabər olur 390-a. Onda x bura bərabərsə kvadrat bərabər olacaq nəyə? 390-a. Cavab D bəndi. Əhsən Qönçə. Bax, maşallah. Bax, belə. Qəşəng yazmışsan. Əziyyətimizi itirməmsən, bax. Sual 8. Görək burada nə deyir? Deyir ki, aşağıdakı toplama əməllərini müxtəlif hərflər müxtəlif rəqəmə əvəz edir. Müxtəlif hərflər müxtəlif rəqəmə əvəz edir. Burada deməli mən yazım foot 3 dənə foot var. Foot bir də foot. Cəm oldu bol. Futbol. Maraqlı sualdır. Bol gol. Bunun cəmi olubdur 1378. 1, 3, 7, 8. Baxaq. İndi görə burada hansı axırda aşağıda yazır foot plus bol vurulsun g-ni tapmalıyıq. Tapacaq. Hələ bunları tapaq ki, tapa bilək. Bu l ilə l-in cəmi 8 olubsa, demək bu ya 4-dür. L 4 ola bilər, 8 ola bilər. 4 götürsək hələ ki 4 götürsək 4 ilə 4-ün cəmi edər 8. Amma 10 cəmi 7 ilə qutaran ədəd yoxdur. Yəni 2 rəqəm cəmi 7 ola bilməz. Demək bu 4 deyilmiş. Bu 8 imiş. 8 yox, 9 üzr istəyirəm. 9 bağışlayın. Bu 9-dur. 4 olmur. 9 olacaq. Bunlar 9 olsa 9. 9-un 9-un cəmi 18. 8-ə 1 yetdə. Bunlar 3 olmalıdır ki 3. Bu 3 ola bilər. 3-ün üstü üçgən 6 ya da 1 7 edir. Aha. Deyək ki belədir. Amma görürsünüz ki B ilə G-nin cəmi 13 edir. Bu iki rəqəm cəmi 13. Yox, bu müxtəlif rəqəmlərdir. Bunlar müxtəlif rəqəmlərin cəmi 13 ola bilər. Məsəl üçün B olar məsəl üçün 7 ola bilər. 7 yazaq, tutaq ki, bura 6. 7-ün üstü 6 gələn 13 edir. Tutaq ki belədir. Bu belədirsə 6 7 ola bilər, 7 6 ola bilər. Burada oxşar hərflər nədir? Burada B burada 7-dirsə, deməli burada da 7 olmalıdır. O 3 olmalıdır. L neçə olmalıdır? 9. 3 dənə T-nin cəmi 9-a bərabərsə, deməli bunlar T-lər neçə ola bilər? 3 ola bilər. 3 cəmi 9 edir. 3 dənə onun cəmi 3-ə bərabərsə, deməli bu 1 olacaq. 1. Hə, bax burada problem. 3 dənə F-in cəmi 7 ola bilməz. 3 eyni rəqəmin cəmi 7 ola bilməz. Ona görə burada 7 dəyişməliyik. Bu 6 olsun, B6 olsun, bu 7 olsun. 6-ın üstü 7 yəni 13 edir. Ona bura 6 götürsək, bu 2 olsun, 2. 3 dənə 2-nin cəmi edir, 6 edir. Aha. Deməli, F oldu 2, U oldu 1, T oldu neçə? 3. Sonra B oldu 6, O oldu 3, L oldu 9. Bizə deyir ki, F plus O plus T vurulsun B üstə gələk. O plus L vurulsun G-ni tap.
bərabərdir. F-nun qiyməti oldu 2, onun qiyməti plus, onun qiyməti oldu 1, plus T-nin qiyməti oldu 3. Vurulsun. B-nin qiyməti oldu. B-nin 6, plus onun qiyməti oldu 3, plus L-nin qiyməti oldu. L neçə oldu uşaqlar? 9. Vurulsun. Q-nun qiyməti oldu. Q-nun qiyməti də yəni. Q neçə olacaq? Q 7. Q-nun 7 yazmışıq yuxarıda. 7 bərabərdir. Birinci mörtəzənin cavabı edir 6. Vurulsun. İkinci mörtəzənin cavabı edir 9. 9 üstündən 9 neçə edir? 18. Vurulsun 7. 6 və 8-in 84 yadda. 108 vurulsun 7. 7 və 8-in 56. 6 yaza 5 yadda. 5. 1256 aldıq. Amma cavabda yoxdur. Səhv arda elədik. Səhvi mən elədim deyəsən. Baxaq görək. Qönçə oğulları 8 götürüb. Niyə? 9-un üstə 9, 18, 1, 7, 18. O da düzdür. Düz görsənir. Niyə 3 götürənməliyik ki? 3-də olar axı. Burada iş orasındakı müxtəlif hərflər olmalıdır. Bəli. Burada müxtəlif hərflər deyirsə, T-də 3 alınıbdır, O da 3 alınıbdır. Ona görə Qönçənin yazdığı düzdür. Çünki T ilə O ikisi 3 olamaz axı. Bəli, çox qəşəng. Bura olacaq deməli 8. Buranı düzəldək onda. Deməli, bu da 8 olacaq. Bu da 8 olacaq. 8, 17, 16, 17 yazı bir yadda. Onda burada deməli biz 6-ın üstünə gələndə 13 yazanlar. Ona görə bunları azaltmalıyıq. Belə. Deməli, burada təmiz proses dəyişdi. Buraları silək. Bu qalsın. Bunları silək belə. T'nin 3 olmağı düzdür. Problem T'də deyil. Buranı silək. Burada tam seçmə üsuludur. Tam dəqiq olmaq lazımdır. Buranı götürdük 7. Buranı götürdük 5. 7-nin üstə 5-in 12 edir. Yadda 1 var idi, 13 edir. 3 dənə T'nin cəmi 9 eləməli. Bu birinci doğrudur. O neçə tapdıq? 8. 8 isə o 8. Üstdən burada deməli bunlar 6 ola bilər ancaq 6, 6, 6. 3 dənə 6-ın cəmi 18 edir. 8 də 1 yadda. Sonra 3 dənə F-in cəmi. B neçə alınıbdır? B 7 yazmışıq. B 7 yazmışıq. 3 dənə F-in cəmi. Deməli bura 2 götürsək bunların cəmi edəcək 6. Yadda da 1 var axı bu toplayanda. Olacaq 7. Əla. Düzəldir. F2-dir. Düzdür. U olacaq deməli 6. O 6 olacaq. T3 olduğu kimi qalacaq. B 7 olacaq burada. B 7-dir. O 8-dir. L 9. Burada dəyişiklik olacaq. F2 U 6 T 3 B 7. Bura 7 olacaq. O 8 L 9 Q 5. Belə. Tam diqqət tələb edən sualdır. Bərabərdir. Deməli 5 11 vurulsun. Deməli 15 9 24 vurulsun 5. 5-i 24-ə vuranda 120 edir. 120-ni 11-ə vuranda deməli 11-ə vurma qaydası 1 ilə 2-ni araya yazırsınız. 3 bura, 0-ı sonuna. 1320. Bəli, əhsən. Çox gözəl, maşallah. Həqiqətən maşallah. Yəni burada müxtəlif hərfləri görmək lazımdır. Keçdik 9-cu suala. Sual 9. Deyir ki, uşaqlar,
aşağıdakı səhv işləyən A və B tərəzilər göstərmişdir. Səhv işləyən A tərəzisində 15 kiloqram olaraq ölçülən bir cismin kütləsi B tərəzisində 23 kiloqram göstərir. A tərəzisində aşağıda səhv işləyən A və B tərəzilər göstərmiş. İkisi səhv işləyir. A tərəzisində 15 kilo olan bir cisim kütləsi B tərəzisində 23 kiloqram göstərir ki, arada nə qədər fərq var? A tərəzisinin hər bir yükü 25% əksik ölçüsünə görə A tərəzisi hər bir yükü 25% əksik ölçüsünə görə B tərəzisi hər bir yükü neçə faiz çox çəkər? Yükün özünün xarici bir çəkisi var. Yük eyni yükdür ha. Bu çəki daşı var ha. Bu çəki daşının onu sələqəsi çəkdim. Bir də gözlüyüm. Ləyaqlı çəkək. Uşaqlar bu çəki daşdır uşaqlar. Orada çəkilən çəki daşdır. Belə də belə bir şey. Bunun çəkisini biz bilmirik nə qədərdir. Bərabər olsun x kiloqram. Demək, A tərəsi hər bir yükü 25% əksi ölçür. Yəni x-i 25% azaltmaq lazım. 25% əksi ölçüdür. X-dən çıxıram x-in 25%-ni. Yəni x-i 25% azaltmaq, onun 25%-ni tapıb x-in özündən çıxmaq deməkdir. X-dən x-in 25%-ni çıxsaq, burada çəkilən qiymət alarıq. Yəni 15 kiloqram alarıq. Yəni real qiymətindən aşağı ölçür. X çıxılsın bu olacaq. Faizli x-a gedəcək. 25-dən 0-dan 125 yəni 0-dan 125 x bərabər qalacaq 15-ə. Burada x-dən misal verir. 1-dən 0-dan 125 çıxanda qalır. 0-dan 175 x bərabər 15. Məhsul vuru tapmaq üçün hansı mənvurqa bölməliyik? İkisini, bunu 100-ə vurmalıyıq. Bunu 100-ə vurmalıyıq. 1500 bölünsün 75. X-ə bərabər olacaq 20 kiloqram. Deməli, bu cismin çəkisi neçə kiloqram imiş? 20 kiloqram imiş olar. Sonra deyir ki, ölçüm B tərəzisi hər bir yükü neçə faiz çox çəkər. Deməli, bu B tərəzisi bu 20 kiloluq yükü, 20 kiloqram yükü 23 kilo ilə göstərir. Görürsünüzmü? Yəni burada deyir, neçə faiz çox göstərir, neçə faiz artımla göstərir. O artım faizini istəyir. Bu da cəmiyyətlərin dəyişməsinin ifadəsi var. Elə 20 kiloqram artaraq olubdur 23 kiloqram. Bu əvvəlki qiymətdir, bu sonraki qiymət. Bunun düsturu var. Düstursuz yazmaq olar tənansüblə. Düsturunu da yaxşı. Cəmiyyətlərin dəyişməsinin ifadəsi. Sonraki qiymətdən çıxırıq əvvəlki qiyməti, bölürük əvvəlki qiymətə, vururuq 100%-ə. 23-dən çıxıram 20-ni, bölürəm 20-yə, vururam 100%-ə. 23-dən 20 çıxan, 20 100 qısa gedir, 1, 5. 23-dən 20 çıxanda qalır 3, vurulsun 5%, o da olacaq 15%. Deməli, 15% artıq ilə ölçür. B tərəsi hər bir yükün neçə faiz çox çəkər? 15%. Cavab A bəndə olmalıdır. Qön çıxanın nəsə eybi yox. Bu biraz qəliz sual idi. Yəni, yazmamağın normaldır. Davam edək uşaqlar. Keçək növbəti 10-cu suala. 10-cu sual. Deyir ki, baba və 2 nəvəsinin yaşları cəmi ən böyük kiloqram ədədə bərabərdir. Stop. Demək, babadan söhbət gedir. Birinci nəvə, ikinci nəvə. Bulan yaşların cəmi ən böyük kiloqram ədədə bərabərdir. Ən böyük kiloqram ədəd 99-dur. Buna bərabərdir. Baba nəvələrinin birinə 51 yaş, o birindən isə 7 dəfə böyükdür. Aha. Baba nəvələrin birindən 51 yaş böyükdür. O birisindən isə 7 dəfə böyükdür. Tutaq ki, bu ikinci nəfərin yaşı olsun x məsəl üçün yerə. Bu baba tutaq ki, bu nəvəsindən 7 dəfə böyüksə olacaq 7 vurulsun x. Belə. Baba nəvələrin birindən də 51, babanın yaşı oldu 7x. Bu 7x bu birinci nəfədən 51 yaş böyükdür. Deməli, bu nəvənin yaşı bundan 51 yaş azdır. Yəni, babanın yaşından 7x-dən 51 çıxsam, birinci nəfərin yaşını taparam. Belə. Başa düşdünüz nə təhsil edim? Bu birinci nəvənin yaşı babanın yaşından 51 yaş azırsa, demək, babanın yaşından 51 çıxsam, nəvənin yaşını tapmış oluram. Məsələn, babanın tutaq ki, 70 yaşı var, deyirəm, nəvəsi ondan 51 yaş azdır. Deməli,
70-dən 51 çıxsam, nəvənin yaşını tapmış oluram da. Ki, nəvənin yaşı neçədir? O deyir 19. Məsəl üçün deyirəm, bu məsələ dəxli yoxdur. İnşallah ki, başa düşdünüz. Və təmimimiz hazırdır və bunların üçün cəmi 99-a bərabərdir. Babanın yaşı 7x-dir. Birinci nəvənin yaşı oldu 7x çıxsın 51. Üstə gələk, ikinci nəvənin yaşı oldu x bərabər 99-a. 7x, 7x, x. O deyir cəmidir 15x. Bərabər 90. Bu üstə gələk. 51, 15x bərabərdir. 0, 1 yadda 10, 15, 150. X bərabər olacaq 10-a. Bizə nə soruşur? Nəvələrin yaşları cəmi. Nəvənin birinin yaşı 7x çıxsın 51-dir, biri də x-dir. Nəvələrin yaşları cəmi 7x çıxsın 51 üstə görə 2x bərabərdir. 6x çıx 51. X-in qiyməti 10 tapdıq axı. 6 vurursa 10 çıx 51. Bu da bərabərdir. 60 çıxılsın 51. O da olacaq 9. Demək, nəvələrin yaşları cəmi neçə olacaq? 9 olacaq. Yox, nəvələrin yaşları cəmini istəyir. 7x-in üstünə x gəlib, niyə 6x yazıram? Niyə demir say müəllim? Uşaqlar, üzülürsən, beynim biraz dumanlı kimi. Böylədir 8x, çıx 51, bağışlayın uşaqlar. 8, bugün başqa imtahanlara baxmışam, 11 sin buraxış imtahanına. Ona görə həqiqətən beynim yorğundur. 80 çıxılsın 51, o da olacaq neçə? 9, 7, 29 yaş. 29 olacaq. Buna səhv yazmışam görünsə. Eybi yox. Cavab 29, yəni cavab D bəndi. Keçək 11-ci suala. Şəkildə bir evin koridoru verilmişdir. Aha. Pişik koridorun tam ortası ilə koridorun əvvəlindən sona qədər hərəkət edir. Pişiyin getdiyi yol göstərər var, ştrikli ilə göstərib. Pişik deyir, koridorun tam ortası ilə koridorun əvvəlindən sona qədər hərəkət edir. Pişik neçə metr yol getmişdir? Aha. Deməli belə. Bu şəkli yaxşı çəkməyib. Bax, görürsünüz, burada oxları biraz problem göstəriblər. Burada qalınlıq söhbəti var. Gəlin mən şəkli çəkim sizə göstərim. Səbirlə yanaşaq. Şəkli səliqəli deyil. O şəkli mən sizə idealını çəkəcəm indi. İdealını. Belə. İdealını şəkil. Belə. Bir də ortadan ştrik gedir. O ştriki çəkək. Onu yaşılla çəkim lazım. Pişiyin getdiyi yoldur. Pişik belə gəlib. Belə gəlib. Belə. Bir də belə gedib. Oldu mu? Belə. İndi keçək. Bunlarla təpə nöqtələrini adlandırıb verək. A, B, buraya yazıram C, D, Y, F, K, burası M. Belə bir Z hərfi oxşayan fiqur. Bax, görürsünüz, bura 6 metr verir. 6 metr burada qalınlıq söhbəti var. Bax, burada Y məsafəsi, bax, bura 6-dır. Bu yolun eni 6-dır. Bura 6-dırsa, burada bir çıxıntı çıxarsan, bax, burada 6 olacaq. Bu aralıq 6 olacaq, belə. Sonra, buradan bura qədər məsafə, K məsafəsi 18-dir. Bütöv K məsafəsi 18-dir. Bax, bunu bir dəqiqə bir də göstərək. Bax, K-dan M-ə qədər məsafə 18 metr, yəni 18 yazıram mən. Aha, bura 18 isə bura 6-dır. Bir dəqiqə. Bura nə qədərdir? Buranın verib 8 metr. Bax, buranın qalınlığı, AB məsafəsi 8 isə demək, bu belə uzadanda bax, burada bir F yazsam, F-in məsafəsi də olacaq 8. Burada düzbucaqlanıraq, düzbucaqlığın qarşı-qarşıya duran tərəfləri bura 90 dərəcə bərabərdir. 8. 18-dən 8 sanı bura olacaq KF məsafəsi. 10. Bura 10-dursa, bura özümüzə bir hərf yazım. Bura yazım N. NC məsafəsi də olacaq. Burada 10. Qaldı BC. BC-ni verib özü 28. BC məsafəsi 28 metr.
Bizdən sonraki pişik neçə metr yol hərəkət etmişdir? Pişik birinci buradan başlayıb hərəkətə. Bax, buradan gəlib. Buradan bura qədər məsafə nə qədər olacaq? Deməli, buranı tapmışıq mı bəs? Buranı verib, buranı 20 metr verib. 20 metr belə gəlib. Birinci 20 metr belə gəlib. Plus. Sonra pişik burada deyir ki, koridorun tam ortası getmişdir. Ha, o da var uşaqlar. Burada nə qədər istifa edilmiş? Bir dəqiqə. Burada nə qədər istifa edilmiş? Bu 6 bütövdür. Bütövdür. Və bu koridorun ortasına gedəndə burada 300 ayrılır. Bax, yolların qalınlığı. 300. Aha. Burada. Buranın qalınlığı nə qədər olacaq? Deməli, buranın safe məsafəsi. Baxaq. Əməl başda işimiz var ki bizim. 3. Bir dəqiqə. 6. Bir dəqiqə uşaqlar. 20. 28 buradır. Deməli, ayın uzunluğu 28 metrdir bu heç. Bu sual ölümdən sualdır. Bu cəmaat nə yiyib bu sualı salıb? 28 metr deyil, buranın üzr istəyirəm. Bax, burada desə, yanlış buradadır. Bura 32 metr, özü veribdir. Bağışlayın. Buranı bitişdirək. Bax, buradan bura qədər məsafə 32 metrdir. Aha. Oldu. 28 B-dən C-yə qədər məsafədir. Onda buradan yol ayırsam, burada nə bilim özümdən bir X hərfi yazım. 32-dən bax, 32-dən çıxıram. 28-i qalacaq 4. Demək, X-ə məsafəsi olacaq 4. 4 metr. 4 metr isə bu yol 2 metr, 2 metr bölünəcək qalınlıqda. Bax, burada 4 metr olacaq. 2 belə bölünəcək. Yollar. Aha. Onda buranın bütün məsafəsi 20 metr idisə, bu 20 silə artıq. Bütün məsafə 20 idi də uşaqlar. 20-ni gəlin çöldən yazaq. 20 bu bütün məsafədir. Burada bir dənə Z məsafəsi yazın. Demək, burada 2 olacaq. Y-dən Z-ə qədər məsafə olacaq 18 metr. Aha. 18 metr demək, bura qədər gəlib. Bax, Y-dən Z-ə qədər YZ məsafəsi oldu 18 metr. 18 plus. Sonra Z-dən də Z-in qabağından deyək də, əslində bura qədər gəlib. Bax, buradan bu nöqtədən, qaraladı nöqtədən bu nöqtəyə gəlib 18 metr. Sonra aşağı düşüb belə. Bu nöqtədən bu nöqtəyə qədər məsafəni tapmalıyıq. Burada qalınlıq 3-dür axı. Bura 3 demə. Bax, bura 3-dürsə, bax, burada 3 olacaq. 3, 1, 11. 10 aşağı, kayf 3. Bura 3-dür, kayf 10-dur. 3-ün üstünə 10 gələndə edir 13. 13-də 1 düşüb. Bu nöqtədən, uşaqlar, bu nöqtədən bu nöqtəyə 13 metr gəlib. Sonra buradan aşağı düşüb axı. Buradan aşağı nə qədər düşübdür? 8 yarı bölünən 4 düşür. 4, 4. Deməli, 4 metr aşağı düşüb. 4 plus. Bu nöqtədən də gəlib bu nöqtəyə. Burada 4 yarı bölünür, 2 bölünür. Buranın uzun qalınlığı da 2 idi. Bura 2-dir. 2 belə gəlibdir. Buradan bura qədər 28-dir. 2-nə 28-in cəmi olur 30. 30 da belə gəlib. Belə 18-in 13 gələndə edir 31 plus 4 plus 30 35 65. Cavab A bənd. Bu sual başda ayağa həqiqətən problemdir. Burada nə qədər iş var idi? Biraz dayanım, siz də baxın. Baxın, gedişata uşaqlar. Adamın başı xarab olar burada. Yolun ortası, nə bilmən nə. Bu uşaq yolun ortasında nə bilsin? Bu uşaq yolu zon hesablayır. Belə. Nə bilin, bacardım elədim. İnşallah ki, başa düşdünüz nəsə.
Davam edək, keçək 12-ci suala. Sual 12. ABC müxtəlif sadə ədədlərdir. Aha. Sonra yazır ki, A vurulsun C çıxılsın B bərabərdir 18. C vurulsun B çıxılsın A bərabərdir 22 olarsa A vuraq B vurulsun C hansını tapdı? Sual işarəsi. Deməli, bu müxtəlif sadə ədədlərdir. 18 hansı sadə ədədlərin hansı ola bilər? 2 ilə 9-un hansı ola bilər? 18 3 ilə 6-ın hansı ola bilər? Ayrısı yoxdur da. Tutaq ki A, tutaq ki bura məsəl üçün deyək A 2-dir, C çıxsın B də 9-dur. Yəni 2-nin 9-a vuran 18 edir. Tutaq ki, yəni A 2 götürdük, A 2 olsun, hələ ki C çıxsın B də 9 götürdük. İndi C vuraq B çıxsın A da 22-yə bərabərdir. 22 də hansı ədədlərin hansı ola bilər? Yəni sadə olsun deyə. 2 vurulsun 11. Aha. Onu C-ni 11 götürək. Bu C çıxsın B 9 yazıbsa, demək C B-dən böyükdür. C-ni onda 11 götürək. Bura 11 olsun. Ona B çıxsın A 2 olacaq. Yəni 11-i 2-yə vuranda 22 edəcək. C-nin yerini yazıram 11. Bax burada C-nin yerini 11 yazsam, 11 çıxsın B bərabər 9-a. B də bərabər olacaq. 11-dən 9 çıxan qalır 2. B də oldu 2. B 2 oldu, A 2 oldu. Amma bu səhvdir. Amma şərtdə yazmış ki, ABC müxtəlif sadə ədədlərdir. O deməli biz A-nı 2 yox, A-nı burada 3 bu hal üçün götürəcək, 3 götürəcək. Silək buranı artıq bilməmişdik də, yəni indi bildik ki, alın, onu birbaşa bilənməzsiniz yəni. Yoxlamanı tapa bilərsiniz. Nəsə belə yazdıq. Deməli A-nı indi götürürəm 3. Onda C çıxsın B olacaq neçə? 6. Çünki 3 6 18 edir. Deməli A-nı 3 götürdük. C çıxsın B-ni götürdük 6. Bu belə. Burada 22 eləməsi üçün dedik ki, C 11 ola bilər. B çıxsın A-da. Bu qalır yerində 2. 11 çıxsın 2 neçədir? 11 2 neçədir? 22. C 11 isə gətirib burada C-nin yerinə 11 yazsam, 11 çıxsın B bərabər 6 isə B də bərabər olacaq. 11-dən 6 çıxana qalır 5. B oldu 5. A da 3 idi. Qaldı C də 11. Bəli. Demək A 3 oldu, B 5 oldu, C 11. Üçü də müxtəlif sadə ədədlər oldu. Düzəldi bu. Deyir A vursun, B vursun, C hansını soruşur. 3 vursun, 5 vursun, 11. 15 vursun, 11. O da olacaq 165. Bravo sana. Əhsən. Maşallah. Çox gözəl seçim eləmişsən. Gönül çox qəşəng yazmışsan. Keçdik 13-ə. Sual 13. ABC natural ədədlərdir. 3A çıxılsın 2B plus C bərabər 0 olduğuna görə A plus 2B çıx C ifadəsinin qiyməti aşağıdakıdan hansı ola bilər? Bunların burada A plus 2B çıxsın C-ni istəyir. A plus 2B. Bunu burada ayıra bilsək 3A-nı belə 3A-nın yerinə 2A plus mənfi 2B. Sesimi üstündən istifadə edərək bir dəqiqə. A-nı tutaq ki 1 götürsək. Cəmi 0 olmalıdır. Cəmi 0 olmalıdır. Deməli, bunlar C bunların əksinə bərabər olacaq. Yəni, C bərabər olacaq. Bir dəqiqə, 2B çıxılsın 3A. Yəni, bunlar bu tərəf keçirəndə 2B çıxılsın 3A olur. C 2B çıxılsın 3A bərabərdir. Bu belə. Gətir burada C-nin yerinə bax. Bunu axtarırıq da. Yəni, A plus 2B çıxsın C-ni axtarırıq. A plus 2B qalsın. C-nin yerinə gətir burada 2B çıxılsın 3A yazsaq. Çıxaq. Mörtəzə yazam. Qabatı mənfi gəldiyi üçün mörtəzə yazırsan. 2B çıxılsın 3A. Bərabərdir. A plus 2B çıx 2B. Mörtəzəni açanda qarşıda mənfi varsa işarə əksini dəyişir. Plus 3A olur. 2B ilə start edir. Əks ədədlərdir. A-nın üçün 3A gələn yer 4A. A oldu 4A. Demək bu cəm oldu 4A. Aha. 4A-dırsa uca variantlara baxaq. Burada bu nəticə, yəni A plus 2B çıx C
4 vurulsun A-ya bərabərdirsə, deməli bu variantlarda elə bir ədəd olmalı ki, 4-ə tam bölünsün. Yəni 1 vurulub 4 olsun. Bu 18 deyil. 30 da 4-ə bölünmür. 10 da 4-ə bölünmür. Olacaq 12. 12, çünki biz 12-ni 4 vurulsun 3 yaza bilərik. Ona görə cavab, doğru cavab olacaq B variantı. Belə, keçdik 14-cü sualımıza. 14. İndi baxırıq 14-də. Deməli, uşaqlar, deyir ki, aşağıdakı cədvəldə rəngli olmayan xanallara 1-dən 7-yə qədər natural ədədlər 1 və 7 daxildir. Hər biri bir dəfə olmaqla yazılır. Hər biri bir dəfə olmaqla yazılır. Hər bir sətr və sütun üzrə yazılan ədədlərin hasili, hər bir sətrin və sütun üzrə yazılan ədədlərin hasili həmin sətr və ya sütunun sonunda yazılmışdır. Həmin sətrin sütununda və sonunda və həmin sətr və ya sütunun sonunda yazılmışdır. Buna görə A vursun bir hasını tapın deyir. Çox bir maraqlı və sual. İndi buralar doldurubdur Gönc xanım. Deməli, biz ayrıca çəkək cədvəli. Bu bizim cədvəlimiz. İndi xətləyək. 1 2 1 2 belə. Qırmızıya keçək görək. Buraya yazılıb 35. Buraya yazılıblar 24. Buraya yazılıblar A. Buraya yazılıblar B. 12 15. Deməli, bir də oxuyuruq aşağıdakı cədvəldə rəngli olmayan xanallara, rəngli olan xanallar bunlardır. Rəngli olmayan deyir. Belə. Aşağıda cədvəldə rəngli olmayan xanallar 1-dən 7-yə qədər naturallər 1 və 7 daxil. Hər birində bir dəfə olmaq yazılır. Sonra deyir, hər bir sətr və sütun üzrə yazılan ədədlərin hasili həmin sətr və ya sütun sonu yazılmışdır. Görürsünüzmü? 35, 24, A, 15, 12, B, 15 onu ifadə edir. Yoldaşımız da götürüb 5-i 7 bura yazıbdı. Yəni, bura qara marka yazaq. Niyə yazıbdı? Deyir ki, hər bir sətr və sütun üzrə yazılan ədədlərin hasili. 5-i bura götürüb qoyubdu, 7 bura ki, 5-i 7 buranı 35 edir. Onu nəzərdə tutub. Sonra hasil 24 və 15 bura boş qalıb baxın. Bura 4, buranı 4 yazıb, 3 yazıb, buranı 1, buranı 6 yazıb. 4-ü 6-ya buranı 24 vurursun, 1, 6, 24. Belə də olması üçün bura 3 olmalıdır. Onda problem olacaq. Niyə? Burada deyir ki, hər bir sətr və sütun üzrə yazılan ədəd. Burada nəsə müxtəlif sözü var. Bir də yenidən qədər yazılmalıdır. Deyir, hər biri bir dəfə olmaq yazılır. Bax, buraya yazılıb, bax, hər biri bir dəfə olmaq yazılır. Onda burada 3-2 dəfə yazılacaq. Deməli, bu belə deyil. Başqasını düşünmək lazımdır. 5-i 7 vuran 35 edir. Bu qalsın hələ ki yerində. Aha. Sonra hasili 24 eləsin. Deməli, buranı deyək ki, 3 götürür. 5, 3 olan 15 eləməlidir. Bura olsun 1, tutaq ki, 1, 3, 15, 15 edir. Belə, şaquli. Üfüqü də ki, 24 eləməlidir. Burada deməli, buranı götürək. 24 eləməkdən ötəri. Buranı 800 götürüb bir dəqiqə. Maraqlı sualdır. Deməli, 5, 3 olan 15 eləməlidir. 6, 3, yox, 4 götürsək, buranı 4 götürsək, bura 3 olacaq, o da olmayacaq. Buranı 2 götürək. 2, 3, 6, bura olacaq 4. Aha. 2, 3'e vuran 6'ın 4'ü vuran 24. Buranı da 6 götürək. Və salam. 6'ın 2'ye vuran 12'dir. Heç bir rəqəmdə eyni deyil. Bu belə. Deməli söylədik ki, buna görə A vursun bir hasını tapmalıyıq biz. Deməli 6, 2.
12 bura 1-dən 7-yə qədər hansı rəqəmlər var? 1 2 3 4 5 6 7. Deməli uşaqlar, hər bir sütun və sütun yazılan ədədlər hansıdır? Sətir və ya sütun sonu yazılır. Buna görə A vursun B hasını tapın. A vursun B hasını tapmalıyıq. Otuz beş, 24, 12, 15. Niyə belə əziyyət çəkdik biz? 7, 4. Məsələn, buraya yazaram. 5 yazsam. A və B-ni necə tapacaq? O maraqlıdır. Bir dəqiqə. Deyir ki, aşağıdakı cədvəldə rəngli olmayan xanallar 1-dən 7-yə qədər natural ədədlər. 1 və 7 daxil hər birində bir dəfə olmaqla yazılır. Hər bir sütun və ya sütun üzrə yazılan ədədlərin hansı sətir və ya sütun üzrə yazılan ədədlərin hansı həmin sətir və ya sütun sonu yazılmışdır. Aha. Buraya məsələn buraya nə yaza bilərik? Buraya 5 yaza bilərik. 5 yazsaq, məsələn 5 də yaza bilərəm. 3 də yaza bilərəm əslində. 5 yazamaram. Ay, nə qədər qalıb ki burada? 2, 3. Hamısını yazmışıq da. Bir dəqiqə. Tam sualı desəm başa düşdüm, başa düşmədim. 1 yazmışıq. 2-ni yazmışıq. 3-ü də yazmışıq. 4-ü yazmışıq. 5 yazmışıq. 6 yazmışıq. 7 hamısını istifadə eləmişik. Nə yazacaq ki bura? Belə deyil, lənət yazsın. A-nı və B-nizi tapacaq. Onda belə çıxır ki, A 6-nın 1-in cavabıdır. Belə. Onda bura heç nə yazmamalıyıq da. A bərabər olacaq 6 vursun 1-ə. Belə. Bunu deməyənə görə belə çıxır. 6 edir. B də bərabər olacaq 7 vursun 4. 28 edir. A vursun B hası bərabər 6 vursun 28. 6 və 8-in 48 yadda. 12, 16. 168. Cavab D-bəndir. Ancaq elə də onu deyir ki, aşağıda cədvəldə rəşik olmayan xanallara 1-dən 7-yə qədər natural yazmışdı. Onun rəşikli xanallara heç nə yazmırıqsa belə olacaq. Ancaq elə. Mən elə bilmiş ki, rəşikli xanallarda nəsə yazmalıyıq. Heç nə, cavab 168. Nə bilim, belə ət dökən sualdır. Keçdi 15-ə. Sual 15. 12 turist bərabər məbləğdə pul ödəyərək mikroavtobus icarə götürmək istərlər. Hərəsi eyni pul ödəyərək, yəni 12 turist var. 12 turist. Aha. Bu qrupa 3 nəfər daha qoşulur və hər turistin ödəyəcəyi məbləğ 3 manat azalır. Buna görə mikroavtobusun icarə haqqı neçə manatdır? 12 turist olanda tutaq ki, hərəsi bir dənə turist, bir turist tutaq ki, x manat pul qoyur ortaya. Hərəsi x manat pul yığır. Onda cəm nə qədər olacaq? 12 turist var axı. 12 vurulsun x manat olacaq. Yəni bu da olacaq mikroavtobusun qiyməti. Mikroavtobusun qiyməti olacaq. Belə. İndi deyir, sonra nə baş verir? Sonra bu qrupa 3 nəfər daha qoşulur. İndi 3 nəfər qoşulan turistin sayı 12 yox, 15 olacaq. 15 turist olacaq. 15 turist olanda, nəsə biz əyri-üyrü yazdım. Qoşulanda hər turistin ödəyəcəyi məbləğ 3 manat azalır. Onda bir turist bayaq x manat pul verirdisə, indi 3 manat az verəcək. Olacaq x çıxılsın 3 manat. Buna görə mikroavtobusu icarə haqqı neçə manatdır? Yenə cəmi hesablayaq. Cəm 15-i vuracaq
bir turistin ödədiyi pula. Bu da mikro avtobusun qiyməti olacaq. Mikro avtobus. Yəni mikro avtobusun qiyməti dəyişmir. Dəyişən sadəcə bunların hər birinə düşən pulun miqdarıdır. Deməli burada 12x idi mikro avtobusun qiyməti, burada oldu 15 plus x minus 3. Deməli bunlar bir-birinə bərabərdirlər. Eyni qiymət ifadə edir yəni. 15x çıxılsın 45 bərabərdir 12x-ə. 15x çıx 12x bərabərdir mənfi 45 sağa keçən olur müsbət 45. 3x bərabər olur 45-ə, x də bərabər olacaq 15-ə. Yəni 45-i 3-ə böləndə düşür, 15 düşür. Bizdə buna görə mikro avtobusun icra haqqı neçə manattır? İstəyirsiniz burada qoyun yerinə yazın. 12 vursun x bərabər 12 vururam 15-ə. 12-ni ona vuranda 120, 60, 180 edir. İstəyirsiniz aşağı yerinə qoyun. 15 vurulsun. X çıxsın 3 idi da. 15 vurulsun. X-in yerinə 15 yazanda 15 çıxsın 3. Bu da qalacaq 12. 12-ni vurasınız 15-ə. 15-i ona vuranda 150, 2, 30, 180 edir. Mikro avtobusun qiyməti 180 manat olmalıdır. Görürsə hər ikisində eyni qiymət alır. Cavab 180-dir. Keçdik neçəyə? 16-cı suala. 16-cı suala görək nə deyir bizə? Deyir, ədəd ox üzərində ox ilə göstərilən ədəd aşağıdakilərin hansıdır? Bu ədəd oxunun burada təsvir edilək uşaqlar. Belə bir ox çəkilib və belə bölgüləyiblər. Burada yazılar mənfi 5, 1, 2, 3, 4, 5, 6, 7, belə. Burada yazılar mənfi 4. Mənfi 5, mənfi 4 arasında isə bölgü var. 1, 2, 3, 4, 5, 6, 7. Burada 1, 2, 3, 4, 5, 6, 7. Aha. Deməli, buradan 3-cüyü 1, 2, 3-cü belə ox şəs qoyur. Bunu tapmamı istəyir. Ki, bu neçədir? Mənfi 5, mənfi 4 arasında neçə hissə var? Yəni, mənfi 5, mənfi 4 arasındakı məsafəni tapsa, buraya yazaq A nöqtəsi, buraya B yazaq. Ədəd ox üzərində 2 nöqtə arasında məsafəni tapmaq üçün sağda yerləşən nöqtənin koordinatı, solda yerləşən nöqtənin koordinatı çıxırlar. Yəni, deyirik ki, bunlar arasında məsafə 1 vahid deyirlər. Buradan görünür də, müsbət 1. Bu 1 vahid. Bu 1 vahid hissənin 1 vahidin hissə bərabər hissəyə bölürlər. 1, 2 hissəyə, bölgü yox, hissəyə 1, 2, 3, 4, 5, 6, 7, 8 hissəyə bölürlər. Deməli, 1 bölünməlik 8-ə. 1-i 8-ə böləndə edəcək, bunu 10-lu kəsrə çevirmək üçün 125-ə vursaq, yəni 125 bölünsün 1000, yəni o da edəcək 0,1000-də 125. Belə. Bu mənfi 4 ilə mənfi 5 arasında yerləşdiyi üçün bunun tam hissəsi mənfiləri tərsinə gedir də, yəni buradan başlayacağız. Mənfilərdə tərsinə, yəni buradan bu tərəfə sayırsınız. Mənfi 4-dən mənfi 5-ə doğru gəlirik. Bu bölgə neçəyə düşür? 1, 2, 3, 4, 5-ciyə düşür. Buradan sayanda 5-ciyə düşür. Bax bura. Bu ox şərəsi 5-ciyə. Deməli, mənfi 4 plus 5 vurulsun. Belə deyil, 5 vurulsun mənfi 0-dan 125. 5-ciyə düşür, ona görə. Bir dəqiqə. Mənfi 0-dan 1000-də 125. Belə bərabərdir. Mənfi 4. Belə izah edin sizə, yaxşı. Belə başa düşmək sizə çətin gəlirsə, belə göstərim. Bura baxın, buranı sileyim, yaxşı. Heç dinləməyik. Bax. Bu neçə hissə bölmüşdür? 8 hissə. 1 bölünsün 8. Belə saxlayırıq. Birinci bölgü olacaq mənfi 4 tam 8-ə 1. Bura olacaq mənfi 4 tam 8-ə 2. Bura olacaq mənfi 4 tam 8-ə 3. Buradan yuxarı yazaq. Mənfi 4 tam 8-də 4. Bura olacaq, bax bu ox şərəsi olan yer. Mənfi 4 tam 8-də 5 olacaq. Bax bunu 10 kəsrə çevirməliyik. Yəni, başa düşdünüzmü? Mənfi 4 tam 8-də 5. Bax bunu. Vəssalam. 5-i 8-ə bir qıratı bölə bilərik. 10 kəsrlə bölsək. Belə yazaq. 5. Özümə 0 artırım. Vergül. 6 və 8-in 48.
2, 20, 2 dəfə 8-in 16, 4, 0, yəni 5. Olacaq mənfi 4 tam, 1625. Yəni D bəndə olacaq. Belə. B deyiləm, D-dir, budur. Keçdik 17-ci suala. Sual 17. Deməli, 17-ci suala baxırıq. Bir dəqiqə uşaqlar. Sual 17. Deyir, aşağıda eyni ölçülü çubuqlardan naxış hazırlanıb. Aha, naxışın ilk 3 adımı verilmişdir. Birinci adım, ikinci adım, üçüncü adım. Şəkli görürük. Birinci addımda 4 eyni çubuq istifadə olunub. Birinci addımda 4 eyni çubuq istifadə olunub. Buna görə deyir, naxışın 15-ci addımında neçə çubuqdan istifadə olunub. Şöyle birinci addımda bir dənə dama görürük. Birinci addımda. Birinci addımda bir dənə kvadrat deyək, dama deyək, nə deyək. İkinci addımda 1, 2, 3. Naxışdan, yəni 3 dənə damadan ibarət naxış görürük. Üçüncü addımda isə 1, 2, 3, 4, 5 dənə naxış. Və belə davam edir. Bizə lazımdır 15-ci addımdakı damaların sayı. Hələ bunu tapaq. Burada düstur var. Fikir və ikinci damaya keçəndə 3 alınıb. Üçüncü damaya keçəndə 5 alınıb. Demək, burada məntiqi bir sıra var. Əlaqə var. Deməli, bu düstur belə ola bilər. Sıra nömrəsini vur. Eyni sıra nömrəsini vur n-ə, 2-yə üstünə 1 gəl. 2n plus 1. Məsələn üçün, burada yox, bu düz gəlmir axı. Bu düz gəlmir. Yox, düz gəlmir. Bağışlayın. Baxaq görək hansı addımla işləyirlər. 1-dən 3-ə keçib, 3-dən 5 alınıbdır. Nətər alınıb? 2-yə vurub 1, hə, 2-yə çıxılsın 1. Bax, məsələn, n-in yerini 1 qoysaq, 2 vursun 1, çıx 1. Bərabər alınır nə? 1. Görürsünüz, bu 1 alındı. Sonra n-in yerini 2 qoysaq, 2 vursun 2, bu düstur əsasına çıx 1. 4, 4-dən 1 çıxana qalır 3. Görürsünüz, 3 alındı. Sonra n-in yerini 3 qoysaq, 2 vursun 3, çıx 1, 6, 5. 5 alındı. Deməli, bizə 15-ci yerdə duran həddin qiyməti lazımdır. Buna 2 vurulsun 15, çıx 1. 30, 30-dan 1 çıxan neçə qalacaq? 29. 29. Deməli, burada 29 damadan ibarət naxış olacaq. Bu çubuq deyil. Deməli, bu deyir ki, birincisi 4 addımda 4 eyni çubuqdan istifadə olunub. Birinci addımda 4 eyni çubuqdan istifadə olunub. Baxaq ki. 4 eyni addımı. Çubuq nədir başa düşsəm bəcərəm. Hə, şəkli mən bəlkə görmürəm tam. Bir də bağışlayın. Şəkli tam görmürəm bəlkə. Bir də, yox, şəkli tamlıq. Hanı da bu çubuq? Hansı çubuqdan gedir söhbət? Hə? Təkrar 17-ci suala baxırıq, uşaqlar. Burada deməli biz 15-ci addımdakı naxışın içərisində olan damaların sayını tapmışdıq. Bayaq bu düsturdan istifadə elədik. Bayaq da dedim ki, 2 vursun n çıxsın 1. N-in yerinə 15 yazdı. 2 vursun 15 çıx 1 bərabər olacaq 29 dənə. Burada deyir ki, birinci addımda 4 eyni çubuqdan istifadə olunub. Bax burada, yəni bu kvadrat şəklidir də. Burada 4 dənə çubuğun birləşməsindən bir dənə kvadrat alınır. Yəni 4 dənə çubuğun birləşməsindən alınır? Kvadrat 10 deyirsə, məsələ budur. Oldu mu? Bax, birinci addımda 4 çubuqdan istifadə olunur. Birinci addımda. Yaxşı, ikinci naxışı düzəldən. Bu birinci naxış, ikinci naxış, üçüncü naxış. İkinci naxış neçə çubuqdan istifadə olunur? Tərəflərini saymalıyıq. 1, 2, 3, əhadə ilə 10 tərəflər. 4, 5, 6, 7, 8, 9, 10. 10 çubuqdan. Üçüncü çubuğu hazırlayanda, üçüncü naxışı hazırlayanda isə çubuqdan istifadə olunur. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13,
14, 15, 16. İndi bunlar arasındakı əlaqəni araşdırmalıyıq əslində. 16 deməli 1-də 4 aldı. 2-də 1-də 4 aldı. 2-də 10 aldı. 3-də 16 aldı. Deməli 3 plus 1 4 6 3 9. Baxa görə burada hansı qanuna uyğunluq var? Birincidə 4 oldu. İkincidə ortaq. Deməli bizdə 29 damaya uyğun. Belə eləyək də, deməli bir dama düzəldəndə, bax bir damanı düzəltmək üçün 4 çubuqdan istifadə olunur. 4 çubuq. 4 çubuq. İkinci şəkildə 3 dənə dama var. Üst damanın birləşməsində neçə çubuqdan istifadə olunur? 10 çubuqdan. 10 çubuqdan. Sonra üçüncü damada 1, 2, 3, 4, 5 dənə dama. 5 damanın birləşməsində isə neçə çubuq işlənib? 16 çubuq. Bunlar arasında əlaqə. Bu da bu düsturdan istifadə olunacaq. Baxın, 3 vurulsun n plus 1. Fikir verin. N'in yerinə bax bu 1-i qoysaq, 3 vurulsun 1 plus 1 edir neçə? 4. Sonra n'in yerinə bu 3-ü qoysaq, 3 vurulsun 3 plus 1 edir neçə? 9, 10. N'in yerinə 5 qoysaq, 3 vurulsun 5 plus 1 olacaq 16. Ya 16 çubuq alınır, gördüyünüz kimi. Bizim də damalarımızın 15-ci sırada duran şəklin damaların sayı olacaq 29 ədəd. Bunu bayaq tapmışdıq, 29. 29 damanı düzəltmək üçün görə bizə neçə çubuq lazımdır? Ona görə 3 vurulsun. N'in yerinə yazıram 29 plus 1. 3'ü 29'a vuranda edir 78. Üstüne bir yanında edəcək 79. Demək 79 çubuq lazım olacaq bizə. 79. Çox maraqlı sual idi. Amma səhv yazdım. Üzrlü sayın uşaqlar, üzrlü sayın. Bağışlayın. Səhv vurmuşam. Deməli 3 vurulsun n'in yerinə yazıram 29 plus 1. 3 29'a vuranda neçə edir? Hesaplamanı da bilmirəm ucu. 27 2-də 6 87 üstüne bir gəlirəm 88. 88 çubuqdan istifadə. Cavab düzdür, amma sənin izahını görmürəm burada. 88. Demək 29 dama hazırlamaq üçün bizə 88 dənə çubuq lazımdır. Tərəfdə 88 dənə tərəf yəni. Nəsə, doğru. Keçdik 10. Deməli neçənci suala? 18-ci suala baxaq. 18. Görək nə deyir burada. Deyir, bu sual yeni aldığı telefona rəqəmlər müxtəlif 4 rəqəmli natural ədəd ilə ifadə olunan rəqəmlər müxtəlif 4 rəqəmli natural ədəd ilə ifadə olunan şifrə qoymaq istəyir. O riyaziyyatı çox sevdiyi üçün bölünə bilmə qaydalarına uyğun şifrə axtarır. Bölünə bilmə qaydalarına uyğun şifrə axtarır. Qoyduğu şifrə 18-ə tam bölündüyünə görə onun qoya biləcək ən böyük və ən kiçik şifrələrin cəmi neçə olacaq? Belə şəkillər çəkiblər. Biz də o çəkək cədvəl kimi. Belə. Buraya yazıblar ən böyük. Buraya yazıblar ən kiçik. Belə. Sonra hissələr ayırıblar. Gəlin biz də o hissələri ayıraq. 1 2 3 1 2 3 4-dən bölmə alınır. Burada şərtlər nə deyir? Deyir ki, qoyulu şifrələr bir-birindən fərqli ədədlərdir. Müxtəlif 4 rəqəm natural ədədlərdir. Və 18-ə tam bölünür. 18-ə bölünmə əlaməti nətərdir? 18-ə bölünmə əlaməti eyni zamanda həm 2-yə, həm də 9-a bölünən ədədlər 18-ə bölünür. Həm 2-yə bölünməlidir, həm 9-a bölünməlidir. 2-yə bölünməsi üçün son rəqəmi cüt ədəddən qurtarmalıdır. Ən böyük qiymət alması üçün uşaqlar qoyduğu şifrə 18-ə tam bölünür görə onu qoya biləcək ən böyük və ən kiçik şifrələrin cəmi tapın. Burada fikir verin yazır. Bu sual yeni aldığı telefon rəqəmlər müxtəlif 4 rəqəm natural ifadə olunan şifrə qoymaq istəyir. Burada 4 rəqəmli natural olacaq. Müxtəlif rəqəmlər olacaq. Rəqəmlər maksimum 9-a qədər, düzdürmü?
Mən ən böyük almaqdan ötəri bura 9 yaza bilərəm. 9 yaza bilərəm. Ən böyük olsun deyə. Bura müxtəlif olsun deyə bura 8 yaza bilərəm. Bura 7 yaza bilərəm. Demək, bunların rəqəmlərin cəmi neçədir? 9 plus 8 plus 7. Deməli, 15, 9, 24 edir. Düzdür? 24. 9-a bölünməsi üçün də bura neçə? 3 yazsam, düzdür, 9-a bölünəcək. Amma aması var. Aması odur ki, amma 6 yazsam 9-a bölünməyəcək. 24-ün üstündən gərək 24-dən sonra bir də 36 var 9-a bölünən ədəd. Deməli, bu əlverişli olmadı. 9, 8 yaza 7 yaza maraq. Düşünməli, seçmə üsulundan istifadə etməliyik, yəni. Son rəqəmi cüt ədədlə qurtarmalıdır. Yəni, son 0, 2, cüt ədədlər hansılardır? Cütlər. Yəni, 2-yə bölünməsi üçün. 0, 2, 4, 6, 8 rəqəmlərin biri ilə qurtarmalıdır. Belə deyək. Aha. Burada neçə? 9, 8, 7 yazdıq. Bir dəqiqə. Fikirləşirəm, görüm. Neçə yaza bilərəm? 9, 8, 7 çox oldu. 17, 7, 24. 24. Eləyək ki, 27'ye gəlsin. 17, 6 yazsam. Bura 6 yazsam edəcək. 23. Ha, bura 6 olsa, bura 6 olsa, bura 4 olsa düzələr. 9'un üstündə 8 yanında edir 17. Buranı silək. 9 plus 8 plus 6 plus 4. 10, 17, 27 edir. Və sonu 4 qurtardığı üçün cüt ədəd 2-yə bölünəcək. Bu idealdır. Demək, ən böyük tapdıq deyək. Bir də ən kiçik olmalıdır. Ən kiçik olmaqdan ötəri rəqəmlərin cəmi 9-a bölünən qura bilərik. Məsələn, ən kiçik bura 1 ilə başlaya bilər. Sonra 0 ola bilər. 0. Sonra rəqəmlərin cəmi ən kiçik 9-a bölünəndə 9-un özüdür ona görə. Sonra 1, 0. Bura 2 yazsaq 3. Burada 6. 9 idi. Və salam, düzəldi. 1026. Sonra 6-nı qurtardığı üçün 2-yə tam bölünəcək. Aha. Və rəqəmlərin cəmi 1 plus 0 üstə gələk. 2 üstə gələ 6. O da edəcək neçə? 3, 9. 9-a bölünəcək. Yəni 18-ə bölünən ədəd olacaq. 1026. Bunların cəmini istəyir. Toplasaq 9, 8, 6, 4. Bunların cəmini istəyir bizdən. Deyib, ən böyük və ən kiçik şifrələrin cəmini tapın. Bir də 1, 0, 2, 6. 0, 1 yadda. 9, 8, 10. 10.890. Cavab belə olmalı. C bəndi. Cavab 10.890 olmalıdır. Görüntüsünü yazıb 1350. 9, 1350. 1350 böyük ədəd. Burada yazmışız, burada görsən 1350 yazmışsam, 1350 yox, 1026 ən kiçik. 1890 daha doğru olmuş olur. Belə. Deməli 9864, 1026 belə. C bəndi. Davam edək, keçək 19-un suala. Sual 19. Deyir ki, aşağıda verilən şəklin üstündə görünüşün aşağıda verilən şəklin üstdən görünüşünün sahəsi 32 cm² olarsa, stoldan görünüşünün sahəsi neçə cm² olar? Stoldan. Soldan, üzr istəyirəm, soldan. Sol tərəfdən. Aha. Ayda, indi bu şəkillər kimi çəkəm. Buna üzərində xəttiyim göstərim, biraz xəttiyim. Bunların özünü göstərim. Gəlin bir şəkli böyüdək biraz. Biraz böyüdək. Çox da böyütmə olmur. Aha. İndi qara markerin köməyini xəttləri göstərim.
ki, orada xəttlər seçilsin. Belə. Yəni burada ucu seçiləcək ki, vəziyyət nədir? Bəzi vaxt itirəcək. Daha neynəyək? Belə. Şəkil çox biabırçı düşüb. Çox. Bilmirəm, şəkil çəkilən də olubdumu? Telefon vasitəsilə. Yoxsa əvvəlcədən belə idimi? Buranı birləşib deyəsən. Bu belədir, görürsən. Deyəm görün. Bu buradan gəlir deyəsən. Bir dəqiqə uşaqlar. Bu belə gəlir. Nəsə. Demək, aşağıdakı verilən şəklin üstdən görüşünün sahəsi 32 sm kvadratdır. Üstdən görünəndə bu nə formalı görünəcək? Üzlərin sahələr görünəcək. Bax, üstdən görsənlər. İşarə edirəm. Bu görsənəcək. Bax, qara nə göstərək? Qara rənglə göstərək. 1 rəqəmlə yazaq. Bir dəqiqə. Üstdən görsən 1, bura görsənir 2. Elə üstdən yağış yağır. Tavana yağır da yağış. 3, 4, 5. Tavanları qeyd edirəm. 6. Divara düşmür ki, yağış tavana düşür. 7, 8. Tavana. 8. Deməli, 8 dən kvadratın sahəsi 8 vurulur. Kvadratın sahəsi. Bunlar kvadrat. Aşağıda verilən şəklin üstünün görünüşün sahəsi 32-dir. Soldan görünüşün sahəsi neçə santim kvadrat olar? 8. Birin sahəsi, yəni bir dənə bu kvadrat kimi qəbul etsin. Bu kvadratsa əgər bu tərəfi A yazsaq, bir dənə kvadratın sahəsi S kvadrat bərabərdir A kvadratına. Bu üstdən 8-dən nə daxil? Onu 8 vurursun. A kvadrat bərabərdir 32-yə. A kvadrat bərabər olacaq 4-ə. A da bərabər olacaq 2-yə. Yəni bunların tərəflərin uzunluğu 2-dir. Nəsə. İndi soldan deyəndə soldan şəkli təsəvvür etmək lazımdır. Sol üz. Sol üzdən neçə sahə yaranacaq? Deməli, bunun biri, o bir üzü 1. Bax, burada görürsən, bu hissəsi ilə bu hissəsi paraleldir. Bax, soldan üzlə, bu sağdan gələn üz, bu hissə paraleldir əslində. Bax, buranın sayısı, bunu da göylə yazın. 1, 2, 3, 4, 5. Bir dənə solun sağdan fərqi odur ki, bir dənə bura çıxıntılı artıqdır. Bir dənə bunun burası yoxdur, amma bunun burası var. Bir dənə 6 burada o tərəfdə qalan üz olacaq. 6. Deməli 6-nı vurasınız A kvadratına, 6 vurulsun 2-nin kvadratı. Yəni bir dənə üzün sahəsi belə yaza bilərsiniz. Bir dənə üzün sahəsi S kvadrat bərabər oldu. 2-nin kvadratı edəcək 4. Yəni bir üzün sahəsi 4-dürsə, burada da 6 dənə üz var. Laf belə yazaq. 6 vursun 4, o da olacaq 24. Uzatmanın yeri yoxdur. B variantı düz yazmışsan. Əhsən. Amma izahı görəmirəm. Yəqin ki, başqa yerdə yazmışsan. Keçdik 20-ci suala. Sual 20 görə haradadır? Aşağıda verilən müqayisənin doğru olması üçün hansı
2 kəsir yer dəyişdirilməlidir. Deməli kəsir belədir. 7-də 5 kiçikdir 16-da 8 kiçikdir 24-də 5 kiçikdir 38-də 39. Bu artan sırada yazılıb. Burada 38-39. Deyək, aşağıda verilən müqayisənin doğru olması üçün hansı iki kəsir yer dəyişdirilməlidir? Aha. 7-də 5, 16, 24, 38. Deməli, cavab C yazıblar. 7-də 5-dən 24-də 5. Biz bilirik ki, bəli, sürətlər bərabər olan kəsirlərdən mərkəzi kiçik olan kəsir böyükdür. Yəni 7 normalda 24-dən böyük olmalı. 7 24-dən kiçikdir. 7 24-dən nədir? Kiçikdir. Amma 7-də 5 böyük olmalıdır. 24-dən 5 qayda var. Deməli, bunlar yerini dəyişməlidir. Yəni bu 24-də 5 bura gəlməlidir, əvvələ gəlməlidir. Kiçikdir 16-da 8, o da kiçikdir 7-də 5 də bura gəlməlidir. Bu da kiçikdir 38-39-dan. Doğru, C bəndi. Keçək 21-ci suala. Sual 21. Verilmiş avtomobil parkında dolu olan yerlər mavi, boş olan yerlər isə ağ rəngdə göstərilmişdir. Bu parkda olan yerlər neçə faiz doludur? Burada neçə dənə dama var? 1, 2, 3, 4, 5 eni var. 1, 2, 3, 4 uzun var. Cəmi deməli damalar sayı deməli cəm nə qədərdir? 5-i 4-ə vuranda edəcək 20. 20 damamız 100% isə deməli bizdən deyib boş olan yerlər isə ağ rəngdə göstərilmişdir. Bu parkda olan yerlər neçə faiz dolu? Dolu hissələr istəyir. Dolu qarad. 1, 2, 3. 1, 2, 3, 4, 5, 6 dənəsi qarad. 6 dənə dolu. 6-sı bilmirəm neçə faizdir. X çarpacaq həll edirsiniz. Bu deyir 30%. Demək 30% doludur. Əhsən. Doğru. Keçdik 22-ci suala. Sual 22. Deməli, deyək ki, ABC müxtəlif rəqəmlərdir. Bunlar üstünə xətt qoyulsa bu rəqəmlər ifadə edilir. Üstünə xətt qoymaqlar. CBA, yəni bu 3 rəqəmli ədəd olduğunu göstərir. ACB ədədlərdir. Verilmiş bölmə əməllərinə görədir, yaza biləcək ən böyük ABC ədədinin rəqəmlərin cəmi neçədir? Verilmiş bölmə əməllərinə görə yaza biləcək ən böyük ABC ədədinin rəqəmlərin cəmi neçədir? Demək, ABC-ni burada 5-ə böləndə, ABC-dən 5-ə böləndə natamam qisməti bizə verməyiblər. Yazaq 2, qalığı yazıqlar 1. Sonra CBA ədədini 10-a böləndə natamam qisməti yoxdur. Y yazaq, qalığı 7 veriblər. Sonra ACB ədədini də 4-ə böləndə natamam qisməti yoxdur. Z yazaq, qalığı yazıqlar 3. Burada 5-ə bölmə əlavət nətər? Sonu 0 və ya 5-dən qutaran ədədlər 5-ə tam bölünür. Bunu C burada. Bir də ABC ədədinin rəqəmə cəmi neçədir? Ən böyük. ABC-nin biz deməli ən böyük qiymətini tapmalıyıq. Deməli rəqəmlər bir də böyük olmalıdır. C-ni biz deməli 6 götürsək 6 götürə bilərik əslində. 1 götürə bilərik. Çünki son 0-dan və 5-ə qutaran ədədlər 6-ya bölünür. 5-ə bölünür. Burada mən C-ni 6 götürsəm 6-nı 5-ə böləndə 1 düşür, qalata 1 alınır. Yəni bu şərt ödənir. C-ni götürdük 6 tutaq ki. C 6 olsun. Burada da 10-a böləndə qalıq 7. 10-a bölünmə əlaməti odur ki, sonu yalnız 0-dan qutaran ədədlər 10-a bölünür. Amma qalıq 7 alınır. Demək A 7 olacaq. A 7 ola bilər. ACB-yə də 4-ə böləndə ACB-ni 4-ə böləndə Z düşür, qalıq 3 alınır. 4-ə bölünmə əlaməti odur ki, son 2 rəqəm əməl gətirədə 4-ə bölünürsə, o ədəd 4-ə tam bölünür. C-ni götürmüşük 6, burada yazım. B-ni yazmışıq, B-ni yazmamışıq heç nə, B-ni tapacaq. Deməli, 4-ə bölünəndə qalıq 3 alınır. 6-dan sonra 60 edir də, bu 60 neçəni 4-ə bölsək qalıq 3 alınır.
60-ı 4-ə böləndə B də böyük ədəd olmalıdır ha. Ona görə burada 60 B-nin yerinə 3 götürsək olardı. 63-ü məsəl üçün 4-ə böləndə 15 düşərdi, qalıqdan qalardı 3. Amma B də böyük olmalıdır axı. Böyük ədəd olmalıdır. Böyük rəqəm olmalıdır. Ona görə 64 4-ə tam bölünür. 64-ün 3 yanında 67. B-nin yerinə 7 götürsəm 67-ni 4-ə böləndə 16 düşəcək. Qalıq qalacaq 3. Demək B də oldu 7. Demək A neçə oldu? 7. B oldu 7. Amma burada deyir ki, müxtəlif rəqəmlər olmalıdır. Aha. A7, B7. Ona görə B-nin 7 götürə bilmirəm. B-nin 7 götürə bilməyəcək. Müxtəlif rəqəmlər olmalıdırsa. Hə, onda B-ni biz məcburən B-yə 3 verəcəyik. Bu halı siləcək, bu halı götürəcək. B-yə 3 verəcəyik. 63. 63-ü 4-ə bölən 15 qalır, 3 qalır. Ona görə B olacaq 3. C də olacaq 6. Belə cavab yoxdur. Deməli, burada daha böyüyünü götürməliyik. Deyən görək. C böyük olmalıdır. A da böyük olmalıdır. A dəqiq 7-dir. A dəqiq 7-dir uşaqlar. Ona böləndə qalıqda 7 alınmalıdır. Çünki bunu dəqiq bilirik. A 7-dir. Qaldı B ilə C arasında. B ilə C arasında. B-ni götürmüşük. Nəyə səhv yazırıq? 7, 4, 7. ABC müxtəlif rəqəmlər deyir. Düşünək, bir dənə düşünək. Burada A7C böyük olmalıdır da 6 olmalıdır. Nə olacaq ki? 1 götürsək, C-ni 1 götürsək, C-ni 1 götürüb, C-ni gəlin 1 götürək, balaca götürək. Ay, hamısını sildim. Nəsə bir dənə təzən yazaq. Eybi yox. Geri qaytarma olur onu görürsə. Olur, nə gözəl. Gözəl. Burada gəlin belə deyək uşaqlar. C-ni 1 götürək. Buranı silək. Buranı silək. Seçmə üsulda, yəni burada başımızı buna görə ağıdırıq. C-ni 1 götürsək, yəni bu son 0 qutarsaydı tam bölünərdi. Amma 1 qutaranında qalıqda, məsəl üçün deyirəm, 21. 21-i 5-ə böləndə 4 düşür, qalıq 1 qalır. Məsəl üçün deyirəm, ha. Yəni son 1 qutaranında qalıq 1 qalır. Nəsə. O dəqiqə yəni gözünüzü döyüb baxmayın. Ki bu müəllim nə yazır? C-ni 1 götürdük. A-nı 7 götürmüşük. C də 1-dir. B qaldı B. B-ni burada artıq biz bayaq 7 götürmüşdük. 7 götürə bilərik. 67. 67-ni 4-ə böləndə 16 düşür. 64 idi. Qalaq qalır nə? 3. B 7 olub. B-ni nə götürdük? Ona C-nə götürdük. Bir dəqiqə. C-ni silin buradan. C nə verdik? 1. C-ni 1 verdik. Aha. A-nı götürdük. 7. B-nə götürdük. 7. B də 7 olmaz axı. Deməli, burada təmiz başqa söhbət var. Baxaq bir də uşaqlar. Təzədən bir də baxaq uşaqlar bu suala. Deyəsiniz ki, biz yorulduq artıq. Bilirəm, yorulmuşsunuz. ABC ədədini, deməli, 5-ə böləndə uşaqlar. Qalıqda birbaşa yazıram. Qalıqdan alıb deyir 1. Sonra bu səfər alınacaq inşallah. CBA tam diqqətli olaq. Ona böləndə qalıqda alınıbdır 7. Bir də ACB. Bu ədədi 4-ə böləndə qalıqda alınıbdır 3. Bayaq mən sizə dedim ki, qalıq burada mütləq ikincidə 7-dir. Qalıq 7 olduğu üçün A burada neçə olacaq? 7 olacaq. Çünki ona bölünmə əlaməti necədir? Son 0 qutaranlar ona bölünür. Deməli, son 7-nə qutarmalı ki, qalıq 7 qalsın. A 7-dir. Burada A 7 olacaq. Bizdən də ABC ədədinin rəqəmən cəmi istəyir. Amma ABC ən böyük ədəd olmalıdır. Nəsə. Gəldik bura. Burada
C-ni 6 götürdük, alınmadı. Son 5-ə bölünmə əlamətdən söhbət gedir. Bax, buradan gedir söhbət. Burada deməli bu 1 qurtarsa, 6 alınmadı da, C 1 qurtarsa, məsələn bayaq dediyimizsə, məsələn 21-i 5-ə böləndə 4 düşür, qalıqdan alınır 1. Yəni ödəyir də şərtimizi. C 1-dirsə, burada 1. Mən bayaq 1-i buraya yazmamışdım. Ona görə alınmırdı cavab. Yəni diqqətli olmaq lazım. 1. 4-ə bölünmə əlaməti necədir? Son 2 rəqəmi 4-ə bölünəndə 4-ə tam bölünür. Deməli burada A-nı 7 tapmışıq, C-ni 1 tapmışıq. B maksimal dərəcə böyük ədəd olmalıdır. B-nin yerinə məsəl üçün 9 qoysa 19. 19 4-ə bölünəndə 4 düşəcək, qalıq qalacaq 3. Yəni bu şərt ödənəcək. B neçə olacaq? 9. Oldu uşaqlar. Vəssalam. Bunların rəqəmlərin cəmisi 7 plus 9 plus 1 olacaq 17. Cavab 17 olacaq. Yəni C bəndi doğru. Bayaq mən diqqətsizlik elədim. Fikrim biraz dağıldı, üzrü sayın. Bu seçmə suallarına biraz çətinlik çəkirəm. Niyə fikrim dəqiq fokuslana bilmir çalışmaya? Nəyəsə nazardan qaçırıram, nəyəsə itirirəm belə. Keçdik 23-cü suala. Sual 23. Aşağıdakı şəkildə sətirlər, sütunlar və diagonallar üzrə xanalara yazılan ədədlərin cəmi eynidir. Aşağıdakı şəkildə sətirlər, sütunlar və diagonallar üzrə xanalara yazılan ədədlərin cəmi eynidir. Buna görə rəngli xanaya hansı ədəd yazılmalıdır? Aha. Sətirlər deyəndə bax üfüqü gedirik. Sütunlar deyəndə şaqul gedirik. Diagonal deyəndə bir də çarpaz gedirik. Bu beləsinin diagonal sayılır. Diagonal, bax beləsinin diagonallar. Bu formada diagonallar üzrə xanaların cəmi eyni ədədə bərabərdir. Aha. Başlayaq əməliyyata. Burada məxrəcləri eyniləşdirmə çalışaq. Yəni bu şəkli ayrıca çəkeyim. Bir kvadrat formalı bir şeydir belə. İndi gəlin bunu bölgüləyək. 1 2 1 2 oldu. Buranı rəngləyiblər. Biz sarı rənglə rəngləyə bilərik. Ştrikləyək də elə bilər. Vaxtımız hardadır bizim? Göy markerdən yazaq. Burada məxrəcə eyniləşdirək. Görək buranın məxrəcə hamısı 12 gələ bilir də. Bunu 12-yə gətirmək üçün 3-ə vuracaq. Bunu 12-yə gətirmək üçün 4-ə vuracaq. Bunu 12-yə gətirmək üçün 6-ya vuracaq. Bu 12-də 5-də qalacaq. Bura olacaq 12-də 5. Bura olacaq 12-də 6. Bura olacaq 12-də 4. Burada olacaq 12-də 3. Bu diagonal üzrə bulanın cəmini tapa bilərik artıq. O diagonal, bax bu diagonal görürsünüz da. Bura, bura, bura. Diagonal bu sayıda çarpaz gedir. 12'də 5, üstə gələ 12'də 4, plus 12'də 3. Bu da olacaq 12'də 9, 12, bu da olacaq 1. Deməli, diagonal üzrə bulanın cəmi 1-dirsə, hamısının cəmi 1 olmalıdır. Yaxşı mı? Bura x yazaq. Deməli, sətr üzrə, üfüqü gedəndə də sətr üzrə bulanın cəmi 1 olmalıdır. Onda, burada yuxarıdan yazaq. 12'də 5, üstə gələ 12'də 6, üstə gələ x. Bərabər olacaq 1-ə. Bu da 12'də edəcək bu 11, plus x bərabər 1-ə. X də bərabər 1-dən, 1-in yerinə 12'də 12 yazsaq, 12'də 12 çıxılsın 12'də 1. X də bərabər olacaq 12'də neçə? 11 çıxsa, 12'də 11 çıxanda 12'də 1 qalır. Bura olacaq 12'də 11 yəni. 12'də 1. Və beləsindən çarpaz, beləsindən bulanın cəmi neçə olmalıdır? 1-ə bərabər olmalı. Burada y yazaq axtarılan yerə. Y üstə gələk 12'də 4, üstə gələk 12'də 1. Bərabərdir 1-ə. Cəm yenə 1 olmalıdır. Y plus 12'də bu edəcək 5 bərabər 1. Y tapmaq üçün 1-dən 12'də 5 çıxanda, yəni 12'dən çıxırıq 12'də 5-i. Yəni y də bərabər olacaq 12'də 7-yə. Yəni bura olacaq 12'də 7. Çəhrə damaya 12'də 7 yazılacaq. Cavab C bəndə olmalı uşaqlar. Niyə D bəndə 24'də 5 yazılıb bilmirəm. 12 4 3 5 1 C bəndə olacaq. 12'də 7 olmalıdır. Məsəl aşıq ol verir. 24'də 5 niyə yazıblar ki? 11, 11 konkret. Deyirəm, bəlkə mən səhv eləyərəm ha. 12'də 4, 12'də 5. 12'də 7 olmalıdır. C bəndə.
C olmalıdır. Deyil. Keçdik 24-cü suala. Sual 24. Yenə damalara rast gəldik. Deyir ki, aşağıdakı şəkil eyni düzbucaqlardan əmələ gəlmişdir. Rəngli hissələrin ümumi sahəsi neçə metr kvadratdır? Vay. Nədir? Eyni düzbucaqlardan əmələ gəlmişdir. Aha. Rəngli hissələrin ümumi sahəsi neçə metr kvadrat? Rəngli hissələrin. Burada bunlara məsələn, bura x desəm hamısı x olacaq. Burada 3 metr yazılıb da belə. Neçə x var burada? 1, 2, 3, 4, 5, 6. 6 x bərabər 3-ə bərabərsə x-ə bərabər olacaq. 3 bölünsün 6 x-ə bərabər olacaq 2-də 1-ə. Yəni hər birinin uzunluğu, hər bir düzbucağın uzunluğu. Elə bir düzbucaqlı deyil. Bu düzbucaqlının elə bir şüalı uzunluğu 2-də 1-ə bərabərdir. Gəldi n-ə. N-ə y yazsaq, buradan yazaq. Y neçə 1, 2, 3, 4, 5, 6 dənə belədir. 6 da belədir. 6y bərabər olacaq 2,4-ə. Y də bərabər 2,4-ə bölürük 6-ya. Y də bərabər olacaq 0,4-ə. Burada yazırıq 0,4. Deyib, rəngli hissələrin ümumi sahəsi neçədir? Bir dənə bunun sahəsini tapsaq, tutaq bu rənglidir. Bunun sahəsi n uzun hansına bərabərdir. 2-də 1 0,4-ə vuranda ixtisa gedəcək, qalacaq 0,2. Yəni bir dənəsinin sahəsi 0,2-dir. Görə burada yaşıl rəng nə qədərdir? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. 16 dənədir. 16 vurulsun 0,2, o da olacaq 3,2. A bənd. 24 A. Belə. Bu düzdür. 5 şey. Keçək 25-ci suala. Şəkildə deyir ki, A bir dənə rəngimiz dəyişək. Şəkildə deyir A, B və C hərflərin olduğu dairələrin hər birində həmin dairəyə qonşu olan iki düzbucağın daxilinə yazılan bir də oxuyaq. Şəkildə fikrim cəmləyə bilmirəm. Şəkildə A, B və C hərflərinin olduğu dairələrin hər birində həmin dairəyə qonşu olan iki düzbucağın daxilinə yazılan ədədlərin ən böyük orta bölənə yazılmışdır. Aha. A yəni 36 və 60-ın orta bölənidir. Nəsə yazılmışdır. Buna görə A plus B C cəmi tapın. Yəni A bərabərdir əbob 36-nın 60-ın əbobu yəni. Sadə vuruqları 36-ın sadə vuruq 4 vursun 9 deməkdir. Yəni 2 vuraq 2, 3 vuraq 3. 60 da nə deməkdir? Yəni burada 12-dir aydın məsələdir. Mən sizə görə yazıram. 5 vurulsun 12 deməkdir. 5 vurulsun 12 də 4 vurulsun 3. Hər ikisinin ortaq 2, 2, 2, 2, 3, 3 və salam. Yəni 2 vuraq 2 vuraq 3. Eləcə 12. Yəni bir sözlə A oldu neçə? 12. İndi B-ni tapaq. B də bərabərdir. B-nin qonşuları 60 ilə 54-dür. Ən böyük ortaq bölən əbobdur da, yəni 60, 54. Bu da şifahidir, bilinir buradan. Bu ən böyük ortaq böləni el olacaq, deməli neçə? 3. 60-ı sadə vuruqları açsaq. 3 vursun 20 deməkdir. 20 də 4 vursun 5 deməkdir. 54. 2 vursun 27 deməkdir. 6 imiş üz üstə. Hər ikisində 3 var, 3 var, 2 var, 2 var. Ayrısı yoxdur. 3 vuraq 2 edir neçə? 6. B-ni tapdıq 6, qaldı C. C də 36-nın 54-dür, bu da 18 olacaq. C bərabərdir əbob 36, 54. Yəni bu da 18 olacaq. Yəni özünüz taparsınız inşallah onda. Bunların nəyəsi cəminin. Cəm deyəndə toplayırıq. 12 üstə gələk, 6 üstə gələk, 18. Bu da edəcək 36-ya. Və salam. Cavab deyil bəndə. Əla. Qışıq. Всё, tutardı mı? Şükür Allah. Всё, inşallah mən tutardım. İnşallah video dərsi bəyənsəniz, bu kanala abunə olmağı, əgər abunə deyilsinizsə və gözəl yorumlar yazmağı unutmayın. İnşallah böyüyəndə buraxış və blok imtahanları üçün onlayn dərs istəsəz 051 982 25 63 WhatsApp nömrəm ilə əlaqə saxlayarsınız.
Əyani hazırlıqlar üçün də, əyani hazırlıq istəyənlər də bizə müraciət edə bilərlər. Ünvanımız Yevlax şəhəri. Yevlax şəhəri. Oldu uşaqlar. Sağ olun. Allah manda sizə zehin açıldı. Все.